Salamlar hər kəsə. Bugün günlərdən Kanadaya köçmək günüdür. Bəli, düz eşitdiniz. Kanadaya. Hal-hazırda Heydər Əliyev adına hava limanındayıq. Uzun bir uçuşumuz olacaq. Təxminən ümumilikdə 24 saat. Birinci uçuşumuz Frankfurtda olacaq 5 saat. Ondan sonra 7 saat gözləmədən sonra 11 saat Frankfurtdan Vancouver şəhərinə olan uçuşumuz olacaq. Demək olar ki, Kanada haqqında ilk videosudur. Və növbəti videolarımızda Kanada haqqında məlumatları paylaşmaya çalışacağam. Hansı ki, bunlar Kanada günlük həyatı, həyat tərzi, insanlar, ən çox hamıya maraqlı olan maaşlar, işlər, iş necə tapa bilərsiniz, maşınların qiyməti, evlərin qiyməti, marketlərin qiyməti, hər şeyi sizlə paylaşmaya çalışacağım. Buna görə kanala abunə olmağı unutmayın. Dəstəyiniz üçün hər kəsə təşəkkür edirəm. Həmçinin növbəti videolarımda Kanadaya necə gəldim, vizanı necə aldım və həmçinin Kanadaya gəlmək üçün maraqlananlar üçün qısa, uzun, çətin və asan yollarını izah edəcəm. Hansı ki, bunları miqrasiya şirkətləri sizə deməyəcək. Çox güman ki, çünki bəziləri uzundur, bəziləri qısadır. Hansı ki, illegal deyil, amma ki, heç də məsləhət görülməyən yollarıdır. Bunları sizinlə paylaşacağım. Hal-hazırda gördüyünüz Bakı şəhərinin gecə vaxtı görüşüdür. Və Xəzər dənizi. Bu bizim səhər yeməyimiz olacaq. Smetanlı xiyar, az meyvələr bir də, qolqa bir də, kek. We are now starting our approach into Frankfurt. Kindly make sure that your electronic devices and hand baggage are again stowed correctly for landing. Please take your seat again. Hal-hazırda Frankfurt şəhərindən uçuşları görürsünüz. Var ki, bütün istiqamətlərdə uçuşlar var. Bizim axtardığımız isə Vancouver. 13:20 hal-hazırda isə saat təxminən 9. Vaxtımız çoxdur. Frankfurtda çatandan sonra yadıma düşüb ki, üstündə manatlar var da, onları dəyişmək lazımdır. Kanada manat dəyişmək şansım demək olar ki, 0-a bərabərdir. Heç olmazsa burada dəyişə bilsəm, dəyişəcəm. Hello. Do you take Azerbaijani manat? No? Only USA? Yeah. What about I need Canadian dollar. You get it? No Azerbaijani. Okay. Is there any place I can change it here? No? Okay. Thank you. Değişmediler. Senin paran buradan geçmez. Və hal-hazırda Vancouver şəhərində çatmışıq. Yenicə çatdım. Biraz beynimiz dumanlıdır. Məsələ odur ki, Frankfurtdan çıxanda saat 3-ə işləmişdi. Günorta yəni. Vancouver'ə çatmışıq. Saat yenə 3-ə işləyib. Yəni, ona görə kanallar qarışıb. Bu da məlum məsələ. Bir neçə gün vaxt alacaq buranın vaxt zonasını öyrəşmək üçün. Hal-hazırda pasport yoxlanışına yaxınlaşırıq. Müəyyən suallar veriləcək. Polis ofisərləri tərəfindən, yəni Kanadaya gəlmək səbəbi falan filan, bagajlar yoxlanacaq. Yəni müəyyən ola bilsin ki, hansı limitdə bəzi şeylərin gətirməsi qadağandır ölkəyə. Bagajdan gəlməsini gözləyirik. Bagajları götürəndən sonra son mərhələ qalacaq. Oradan keçmək, gördüyünüz yerdən. Burada polislər dayanıb. Şeyə baxırlar, pasporta baxırlar, pasporta vurulan vizaya və ona görə
ya sola ya da sağa göndərirlər. Sağa getsək bagajımızın içi yoxlanılacaq. Sola getsək isə yoxlanmayacaq. Sadəcə keçib çıxıb gedirik. One. Sökəşdi. Vancouver'in hava limanının bir üstünlüyü də odur ki, hal-hazırda gördüyünüz aeroport oradadır. Aeroportdan birbaşa metroya girişi var. 5 addımlıq əlavə taksiyə verməyə ehtiyac yoxdur. Çünki metrolarla demək olar ki, hər yerə getmək olur Vancouverdə.